Nə var? 22. Öyle hiç öğreşmemişim axı belə BMW. Bu yaşlar çox eybəcər görürsünüz. Məncə də. Bax, burada nədir belə? Çox interesli maşındır. Ah, benzin imiş. Buna sevindim. Bunun interesli bir bırıltısı olmalıdır. Normaldir, hə? Amma məncə bəzi şeylər, mən sevmədim bəzi şeylərini. Birincisi, buranın çox dar olmağı. Bəlkə də, amma oturursan belə, çox geniş olur avtomobil. Amma yenə də, ikinci bir məsələ, buraları çox eybəcərdir. Uşaq iquşkalarına oxşuyur. O avtomatlar da durur uşaqların, onlara oxşuyur. Priboru görmürəm üzü üstü. Ha, robot korobkadır. Hansı ki bunlarda da parking yoxdur. Yəni birbaşa əyləci çəkib saxlayırsan. 360 necə işləyir? Normalni. Məncə qəşəngdir. Amma mən istəyən kimi deyil, bir də səsi aparır. Boost rejim. Rejimlərdən nə var? Aha. Qəşəng. Qəşəng, bax. Pribor zad da rəngi dəyişdi. Bu da interesli belə bir minnacık, minnacık bir şey oldu. Burada 3 versiyadır. Professional, Sport, Efficient. Burada çox geniş bir yeri var. Qol altında da çox şey maşındır. Qardaşım, mən bunu sürə bilmərəm. Yox, başım buraxaq. Nəsə, gələn dəfə. Sağ ol. Amma belə səhər real deyim. Camry mənə daha kip gəlir.